Salam əziz şagirdlər. Mən bu videoda sizlərə din 1-ci hissə 2025-ci il test bankdan tənəffüs sisteminə aid olan məsələləri izah edəcəm. İlk öncə də onu bildirim ki, əgər siz faizdən kub santimetrə keçirmək qaydasını bilmirsinizsə, YouTube kanalımda tənəffüs sisteminə yeni başlayanlar üçün orada hər belə deyək izahı vermişəm. Buyurub ora baxa bilərsiniz. Başlayaq biz 29-cu məsələ ilə. İnsan tənəffüs zamanı 6000 kub santimetr hava udubsa, bu zaman onun toxumaları tərəfindən nə qədər oksigen istifadə olunar? Biz bilirik ki, 500 kub santimetr, yəni dəyişən havamızda sakit nəfəs alıb verdiyimiz havada 105 kub santimetr demək havada oksigeni uduruq. 80 kub santimetr isə buraxırıq. Və əgər bizə məsələlərdə toxumalar tərəfindən istifadə olunan ağciyərlər kapilyarlarına keçən, qanımıza keçəni deyirsə, biz bu zaman 105 udduğumuz oksigendən çıxırıq xaric etdiyimiz 80-i, yəni 25 kub santimetri bizim toxumalar tərəfindən mənimsənilər olur və yaxud da soruşulsa ağciyər kapilyarlarına keçən, qana keçən 25 kub santimetr olur. Yenə də deyirəm, bu 500 kub santimetr. Yəni dəyişən havada biz götürürük bunu. İndi 29-a başlayaq artıq. 500 kub santimetrdə yazırıq. Əgər 25 kub santimetr bizim toxumalar tərəfindən mənimsənilibsə, istifadə olunubsa, bəs 6000 kub santimetrdə nə qədər olar? Tənasüb qaydası ilə 6000-i 25-ə vurub 500-ə bölürük. Burada düzgün cavab eləyir 300. 29-da Y bəndi. 30-la davam edək. İnsanın udduğu havanın miqdarı 300 kub santimetr olmuşsa, bu zaman onun udduğu və buraxdığı havanın tərkibində təqribən neçə kub santimetr oksigen olmuşdur? Yenə biz sakit nəfəs aldığımız, verdiyimiz, yəni dəyişən hava ilə götürürük burada. 500 kub santimetrdə İlk öncə udduğu havadakı oksigenin miqdarı 105-dir. Bəs yaxşı, 3000 kub santimetrdə nə qədər olar? Burada tənasüblə 3000-i 105-ə vurub 500-ə bölürük, eləyir 630. İndi isə buraxdığı havanın tərkibindəki oksigeni hesablayaq. Əgər 500 kub santimetrdə buraxdığı havada 80 kub santimetrdirsə, 3000-də nə qədər olacaq? Burada da 3000-i 80-ə vurub 500-ə bölürük. Düzgün cavab eləyir 480. Demək, 30-da olur A bəndi. Davam edək 31 ilə. İnsan tənəffüs zamanı 3000 kub santimetr hava udubsa, bu zaman onun ağciyər kapilyarlarına neçə kub santimetr oksigen keçmişdir? Yenə yazırıq, eyni yolla davam edirik. 500-də əgər görsünüzmü, burada yenə ağciyər kapilyarlarına keçən deyirsə, 105-dən biz 80-i çıxırıq. Yəni 25 kub santimetr keçib. Bəs yaxşı, 3000 kub santimetrdə nə qədər olar? Tənasüb yolu ilə 3000-i 25-ə vurub 500-ə bölürük. Düzgün cavab eləyir 150. 31-də C bəndi. 32-yə baxaq. Düzdür, mən əslində məsələləri həll etmək istəmişəm. İndi bu aralıqdadır deyə 32-ni də başa salım. İnsanda nəfəs alma zamanı udduğu havanın temperaturu 20, rütubəti 10% olmuşsa, bu zaman nəfəs vermə zamanı göstəricilər necə dəyişər? Demək, insan ümumiyyətlə quşlar və məməlilər sinfi istiqanlı biz canlılarıq və insanın bədən temperaturu 36 dərəcədir. Əgər 20-ni udubsa, təbii ki, burada temperatur artacaq və ümumiyyətlə nəfəs vermə zamanı biz soyuqda fikir vermirsinizmi? Sanki bir belə deyək, su buxarı çıxır və onunla biz əlimizi də isidirik. Yəni bu zaman temperatur və rütubət artar. 32-də doğru cavab olur Y bəndi. 33. İnsanda normal halda ağciyərlərin həcminin döş boşluğunun həcmindən asılı qrafikini istəyir. Demək, bizim ağciyərlərimiz artırsa əgər, döş boşluğunun həcmi də artır. Yəni, bu nəfəs alma zamanı olur. Ağciyərlərin içərisində hava da olur. Veririksə isə bu zaman döş boşluğunun ağciyərin həcmi balacalaşanda döş boşluğunun həcmi də kiçilir. Yəni, onlar düz mütənasibdir. Burada da düzgün cavab eləyəcək Y bəndi. 34 ilə davam edək. Sakit halda tənəffüs zamanı yenə toxumalar tərəfindən 4,7
75 litr oksigen mənimsənilib. Bu müddətdə insan neçə tənəffüs hərəkəti etmişdi? İlk öncə biz litri millilitrə çevirək və millilitrimiz də elə kub santimetrə bərabərdir. Bizim 1 litrimiz 1000 millilitr və elə 1000 kub santimetr olacaq. Yəni burada 4,75 litri çevirəcəyik millilitrə, eləyəcək 4750. Vurduq 1000-ə. İndi bizdən soruşur ki, bu müddətdə insan neçə tənəffüs hərəkət etmişdi? Demək, uşaqlar, toxumalar tərəfindən mənimsənilən, az öncə də qeyd etdim ki, 25 kub santimetrdir. 105-dən 80 çıxdıq. Bu bizim bir tənəffüs hərəkətimizdə olmuşdur. Bir tənəffüsdə əgər 25 kub santimetr keçibsə, bəs yaxşı 4750 kub santimetr neçə tənəffüs hərəkətimizdə keçək? Adicə tənəffüs, yəni belə deyək də, tənasüb qaydası ilə eləyirik biz. 4750-ni bölürük 25-ə. Düzgün cavab eləyir 190. Demək, 34-də düzgün cavab oldu B bəndi. 35-ə baxaq. İnsan udduğu havanın miqdarı 6000-dir. Bu zaman udduğu və buraxdığı havanın tərkibində nə qədər oksigen olub? Bunu demək az öncə də elədim. Yəni eynidir qaydası. Baxaq buna. Demək, əgər 500 kub santimetrdə udduğu havada oksigeni deyir bizə. Əgər 500-də udduğu 105-dirsə, 6000-də nə qədər olacaq? Burada 6000-i 105-ə vurub bölürük 500-ə, düzgün cavab eləyir 1260. Bu udduğu havadadır. İndi buraxdığını baxırıq. Əgər 500-də buraxılan 80 olursa, 6000-də nə qədər olar? Burada da yenə adi tənasüb qaydası ilə 6000-i 80-ə vurub 500-ə bölürük, düzgün cavab eləyir 960. Demək, 35-də doğru cavab olur 1260, 960, yəni biz burada B bəndini seçəcəyik. 36-ya baxaq. Əgər normal şəraitdə insan tərəfindən maksimum 3200 kub santimetr karbon qazı xaric olunmuşdursa və ürək demək sikli 1 saniyə çəkibsə, bu zaman onun nəbz vurusunun sayı neçə olar? Demək, biz burada həm siklin düsturu ilə getməliyik, yəni ilk öncə biz zamanı tapıb, sonra siklin düsturu ilə getməliyik. Demək, bizim uşaqlar sadə yolla ilə gedək, 1 dəqiqəmiz 16 tənəffüs hərəkətidir. Buradan biz bir tənəffüs hərəkətimizə sərf olunan zamanı tapanda yazırıq ki, bir demək tənəffüs hərəkətimizə olur 3,75 saniyə. Onu da haradan tapdıq? Yəni bu düsturla 60 saniyədə 16 tənəffüs hərəkətidirsə, bir tənəffüs hərəkətimiz neçə saniyə olur? Burada da eləyir 3,75 saniyə. Yəni bu dediklərimiz hamısı bir tənəffüs hərəkətində olur. 3,75 saniyədə olur. İndi baxırıq. Əgər 3,75 saniyədə, yəni bir tənəffüs hərəkətində biz bilirik ki, 4% karbon qazı xaric olmuşdur və onu kub santimetrə çevirəndə eləyir 20. Bəs yaxşı, 3200 kub santimetr xaric olunanda nə qədər zaman olar? Burada da tənasübdən tapırıq. Vururuq 3,75-i 3200-ə vurub 20-yə bölürük. Demək, burada bizim zamanımız eləyir 600 saniyə. Aha, bu bizim məsələmizin birinci mərhələsi. Bizə indi deyir ki, həmin bu vaxtda, yəni 600 saniyədə ürəyin sikli 1 saniyədirsə, nəbz vurğum nə qədərdir? Düsturumuz var. Delta T bərabərdir zaman bölünsün nəbz vurğusu. Nəbz vurğusunu da tapmaq üçün zamanımı bölürəm siklə. Zamanımız nə qədərdir? 600. 600-ü bölürük 1-ə, düzgün cavab eləyir. Demək, 600. 36-da B bəndi. 37-yə baxaq. Demək, 37-də də biraz qarşılıq olmasın, bu hissəyə yazacağım. Nisbi sakitlik halında insan 96 tənəffüs hərəkəti etmişdir. Bu müddətdə ağciyər kapilyalarına neçə litr oksigen daxil olur və atmosferə maksimum neçə litr karbon qazı buraxılır? Yenə yazaq, bir tənəffüs hərəkəti zamanı. Demək, ağciyər kapilyalarına daxil olan
belə deyək, oksigen 25 kub santimetrdir. Bəs yaxşı, 96 tənəffüs hərəkətində nə qədər olacaq? Buradan 96-nı vuruq 25-ə, eləyir 2400. Amma bizim bu tapdığımız kub santimetr və yaxud da mililitr yaza bilərik. Amma bizə burada testdə litrlə dediyinə görə 1000-ə bölürük və eləyir 2,4 litr. İndi digər tərəfinə baxaq və atmosferə neçə litr karbon qazı buraxılar. Demək bu yazdığımız, tapdığımız kapillyarlara keçən oksigen idi. İndi atmosferə buraxılan karbon qazını tapaq. Yenə yazırıq, bir tənəffüs hərəkətində 20 kub santimetr əgər karbon qazı buraxılırsa, bəs yaxşı 96 tənəffüs hərəkətində nə qədər olacaq? Burada da 96-nı 20-yə vururuq, eləyir 1920 mililitr. Bunu da 1000-ə bölürük, eləyir 1,92 litr. Demək, biz burada mütləq şəkildə baxmalıyıq. Bizə litrlə mi soruşur, yoxsa mililitrlə mi soruşur? Düzgün cavab oldu 2,4 və 1,92 litr. Yəni, burada götürəcəyik A bəndini. Bu hissələri biraz silək, davam eləyək. Aha. Demək, orta yaşlı, sağlam insanın ağciyərlərinin ortaya tutumunu ifadə edin. Biz bilirik ki, ortaya tutumu 3500 mililitrdir. N-in yerinə əlavə havamız 1500-dür. Dəyişən havamız 500, ehtiyat havamız da 1500-dür. İndi biz burada N-in yerinə 1500-ü qoyub və cavabda 3500-ü almalıyıq. Burada baxaq, düzgün cavab bir lap yerinə qoyaq. A bəndində 1500-ü 1500-ə qoyanda 3000 eləyir. A bəndi çıxdı. B bəndə 1500-ü 2-yə vuruq 3000 eləyir, çıxdı. C bəndi 1500-ün üstünə 500 gəlirik 2000 çıxdı. D bəndi 2-ni vuruq 1500-ə 3000, 3000 üzərinə 1500 4500 çıxdı. Y bəndi olacaq cavab. 2-ni vururuq 1500-ə 3000, 3000 üzərinə 500, bəli, 3500 oldu. 39-da da eyni cürdür. Burada artıq N-i ehtiyat hava deyir. Yenə də biz 3500-ü tapmalıyıq. N ehtiyat havamız 1500-dür. Yenə N-in yerinə biz 1500 qoyuruq. Burada A bəndi 2-ni vursaq 1500-ə 3000 getdi. B bəndi 2-ni vuruq 1500-ə 3000, 3000 üzərindən 500, bəli. B bəndi doğrudur. 3500 eləyir. 40-a baxaq. 40 da eyni cürdür. Artıq amma burada N-in yerinə biz 500 qoymalıyıq. Yəni, eləməliyik 3500 olmalıdır və burada da doğru cavab olacaq C bəndi. 3000-in üzərinə 500 gəlirik. 41 ilə davam edək. Demək, bizə qrafikdə, biraz rəngi dəyişək, qrafikimizi verib sağlam insanın sakit halda baş verən tənəffüs hərəkəti zamanı yenə burada baxın, qana keçən oksigen qazının və xaricə buraxdığı karbon qazının zamanla asılılığı verib. İndi deyir ki, aradakı fərq əgər 400 olarsa, bu müddət ərzində ətraf mühitə nə qədər oksigen qazı xaric edilər. Yenə adi qaydada deyək. Qana keçən oksigen olurdu 25. Xaricə buraxılan olur 20. Bunlar arasındakı fərq 25-dən çıxırıq 20-ni. 5-dir. Normal halda bu fərq 5 olanda nə istəyir bizdən? Xaricə buraxılan oksigen istəyir. Normal halda fərq 5 olanda xaricə buraxılan oksigen olur 80 kub santimetr. İndi bizə deyir ki, bəs yaxşı, aradakı fərq 400-dürsə, nə qədər oksigen qazı xaricə buraxılar? Yəni, bir dənə ilə tənasüb qaydası ilə biz bunu yaza bilərik. 400-ü vururuq 80-ə, bölürük 5-ə. Burada da düzgün cavab eləyir 6400. Y bəndi. 42-yə baxaq. Nəhayət sonuncu məsələmizdir. İnsan sakit halda tənəffüs zamanı 5 dəqiqə müddətində atmosferə maksimum neçə mililitr karbon qazı xaric edər? Yenə baxırıq biz bunu bir tənəffüs hərəkəti zamanı, yəni elə bir dənə tənasüblə eləyəcəyik. Bir tənəffüs hərəkətimiz 3,75 saniyə idi. Az öncə dedim yolunu. 3,75 saniyədə
Atmosferə buraxılan karbon qazı 20-dir. Bəs yaxşı 5 dəqiqədə nə qədər olar? 5 dəqiqəni çeviririk saniyəyə, vururuq yəni 60-a. 1 dəqiqəmiz 60 saniyədir. Yəni 300 saniyədə nə qədər olar? Tənasib yolu ilə 300-ü vururuq 20-yə, bölürük 3,75-ə. Burada doğru cavab eləyir 1600. Məsələlər bu qədər. Ümid edirəm hər şey anlaşıldı. İzlədiyinizə görə təşəkkürlər.